Xoş gördük, əziz dinləyicilər. Bu günləri Ukrayna müharibəsindən biraz məsələ yayınsa da, çünki İran müharibəsi daha çox ictimai rəydə artıq kifayət qədər yer tutub, yəni birinci yeri tutub. Amma bu günləri Ukrayna istiqamətində də çox yaxşı xəbərlər var. Yaxşı xəbərlər ondan ibarətdir ki, bu günləri Avropa üçün əlbəttə birinci təhdid Rusiyadır. Və Rusiya bu təhdid üçün də 90 milyard Ukraynaya pul ayırmışdı və bunun da ödənilməsi məsələsini yenidən gündəmə gətirib. İkinci bir məsələ isə Ukrayna ordusu, rəşadətli ordusu isə cəbhə boyu davam edir və Dnepropetrovsk ərazilərinin, vilayətinin də ərazisinin tamamilə işğaldan azad edildiyini bəyanatını verib. İkinci bir məsələ isə dostlar, bu günlər həm İran məsələsində, həm də biz Ukrayna məsələsində strateji qalibiyyətdən çox danışmışıq. Bəzi insanlar bunu başa düşmürlər. Bugün İran barədə də danışanda bəzi insanlar ki var ki, özlərini Rusiya və yaxud da İranın ruporluğunu eləyən insanlar anlamaq istəmirlər bunu. Anlama məsələsi bundan ibarətdir ki, dostlar, xatırlayın ki, bugün məsələn deyirlər ki, İsrail də vurulur, darmadağın edilir, İsraildən niyə danışmırsan, filan yer vurulur, darmadağın edilir, niyə bundan danışmırsın? Baxın, mənim əzizlərim, əsas məsələ bundan ibarət ki, sənin dağıtdığın yer nə olar? Sənin dağıtdığın yer mülki infrastruktursa, burada heç bir qorxusu yoxdur. Ümumiyyətlə, dünya dövlətlərində, müharibələrdə belə hadisələr baş verir. Və mən bunu sizə istər Rusiya, istər Azərbaycan, istər də İran müharibəsindən istəyirəm ki, açıqlamalar verim ki, sizin üçün kifayət qədər məsələ aydın olsun. Baxın, bu günləri Rusiya demək olar ki, Ukraynanın 19% ərazisini işğal edib və demək ki, darmadağın edib. Orada daşı daş üstə qoymaq mümkün deyil. Təkcə Baxmutu demək olar ki, bir daş belə yoxdur Baxmutda, tamamilə məhv edilib. Amma Rusiya orada nələr uduzub? Rusiya milyardlarla dollarlıq pul vəsaitini itirib və öz əskərlərini itirib. Amma bu günlər isə nəhayət 4 ildən sonra 19% ərazisi darmadağın olan Ukrayna artıq 5-ci ilə keçən müharibədə kifayət qədər strateji qalibiyyətlər əldə edib və bu gün artıq Rusiyanın çöküşünə kimsənin şübhəsi yoxdur. Artıq Rusiya maliyyəçiləri də bunu deyirlər. Artıq bunu görənlər də, məhz o taxtabitilər də artıq məsələni başa düşüblər. Bu gün Rusiyanın təbliğatını aparanlar kifayət qədər azalıb. Baxın, Rusiyanın heç bir ərazisi darmadağın edilməyib, amma Rusiya çökür. Niyə? Çünki bu günləri Ukrayna strateji bir müharibə aparır, dəqiq bir müharibə aparır və bu müharibə tamamilə texniki imkanlara söykənmişdir. Baxın, mən bunu sizə izah edəcəm. Təsəvvür edin, bu günləri Ukrayna Rusiyada heç bir sivil ərazini vurmur, yalnız və yalnız obyektləri vurur. İstər neft ayırma zavodları olsun, istər silah qayırma zavodları olsun və s. və ilaxır, strateji yerləri vurur. Bu həm də ucuz silahla bahalı yerlərin vurulması deməkdir. Amma Rusiya isə ucuz bir müharibə aparır. Siz təsəvvür edin, sadəcə sizin fikirləriniz formalaşsın deyə mən bunları izah etmək istəyirəm. Təkcə Azərbaycan bir neft ayırma zavodu tikdi İzmirdə. O neft ayırma zavodu biz tərəfdən bir 10 milyarda yaxın pul qoyuldu və Türkiyə tərəfindən də bir 20 milyarda yaxın bir pul qoyuldu. Ümumi dəyəri belədir. Baxın, bir dənə zavod 30 milyarda başa gəldi. Bir zavod 30 milyarda başa gəldi. Halbuki o 30 milyarda bu günləri Baxmutu elə təzədən tikmək olar və ora 100 min insan köçürtmək olar. Gördünüzmü? Bir zavodun dəyəri ilə bir şəhərin dəyəri. Baxın, mən bunları istəyirəm müqayisə eləyə. Və yaxud da Azərbaycan 44 günlük müharibədə Azərbaycanın Tərtər ərazisi tamamilə darmadağın edilmişdi. Azərbaycan bunun qarşısını almırdı. Niyə görə? Çünki Ermənistan bahalı silahlarla ucuz işlər görürdü və bunun heç kəs qabağını almır. Amma bugün Azərbaycan Mingəçeviri qoruyurdu, Bakıya atılan ballistik raketi vurdu. Niyə görə? Çünki artıq bu bizə böyük bir zərbə, strateji obyektlərə gedirdi. Ona görə bunun qarşısı alındı. Bax, bu da strateji ağıl. Bugün Rusiyanın barları, o barlarda gəzənlər, restoranlarda gəzənlər deyirlər, burada hər şey əladır, amma ölkə çökür. Niyə? Çünki ölkənin ən vacib olan infrastrukturlar, 100 illər ərzində tikilən infrastrukturlar məhv edilib. İkinci bir məsələ, Azərbaycanın bilirsiniz, limanı var, Ələt limanı, çox vacib bir limandır. 13 ildir bu tikilir və bundan sonra da tikiləcək. Hələ yalnız və yalnız 20% bəlkə də yüklərin daşınmasına xidmət edir. Siz bir anlıq düşünün ki, bizim Azərbaycan hökumət olaraq, dövlət olaraq ora, deməli, mən olan layihəsində də iştirak eləmişəm, milyardlarla dollar pul qoyuruq. Allah eləməsin, ora bir zərbə dəysə nə olar? Ora nə qədər önəmlidir?
Düzdürmü? Aşağı bax ora təsəvvür eləyin ki, 13 ildə tikilən, 15 ildə tikilən bir obyektə zərbə vurulsa, bu Azərbaycana nə boyda böyük bir təsir edəcək. İkinci bir məsələ mən keçirəm ki, İran müharibəsinə. İran müharibəsində İsrail öz strateji yerlərini qoruyur, amma sivil yerlərlə işi yoxdur. Çünki sivil yerlər ucuz yerlərdir, ucuz yerlər. Baxın, bu günləri İrana niyə görə strateji məğlub olub? Bax, bunun açıqlaması budur ki, bu günləri Amerikada, İsraildə, İranda nəinki 47 il molla rejimi, hətta ondan əvvəlki illərdə 100 il ərzində tikilmiş infrastrukturları məhv edildi. 20 milyardlıq, 30 milyardlıq, 100 milyardlıq layihələr məhv edildi. Bu günləri İran dəniz, okean ölkəsi olsa da artıq dənizi olmayan bir ölkəyə çevrildi. Çünki onun bütün tankerləri, bütün gəmiləri, müdafiə gəmiləri hamısı məhv edildi. Yəni bunlar hamısı İran xalqının hesabına milyardlarla dollara başa gələn və illərlə vaxt gedən məhz obyektlərdir. Bax, mən bundan danışıram həmişə. Ucuz yerlərə pul qoymağa çox da önəmli deyil. Bayaq mən Azərbaycandan misal çəkdim. Tərtəri buraxırdılar, tərtərə vururdular, başqa rayonlara vururdular. Heç kəs bunun qarşısını almırdı. Amma strateji yerlərin qarşısı alınır. Çünki strateji yerlər çox bahalı yerlərdir. Bugün İsraildə dağıntı varmı? Kifayət qədər dağıntı var. Lap istəyirsiniz Tel-Əvivi də yox edin. Məsələ bundan gedir. Bəzi insanlar mən bundan danışanda mənə sionist deyir və yaxud da İsrailçi deyir. Mən bunu təhlil eləmirəm. Mənim bununla işim yoxdur. Mən ümumi vəziyyətdə təhlil edirəm. Bugün İsrail öz strateji yerlərini qoruyur. Bugün eşitmədik ki, hansısa bir İsrailin strateji yeri vurulub. Eşitdinizmi? Eşitmədiniz. Yalnız dinc infrastrukturlar, inzibati binalar, bunlar ucuz müharibələrdir. Sən 100 milyardlıq, 100 milyonluq silahla əgər gedib 20 mini obyekt vurursansa, bu böyük bir faciədir əslində qalsa. Xatırlayırsınızsa 101 raketi var Rusiyanın. 101 raketi ilə Odessada bir tualet vurulmuşdu. İndi o tualetin maya dəyəri nə idi bilmirəm. Amma X-101 raketinin 100 milyona yaxın dəyəri vardı. Bax, məsələ bundan da. Ona görə Rusiya çökdü. Ona görə Rusiya strateji baxımdan da yaşamaq ümidi yox vəziyyətinə düşüb və müharibədə necə çıxacağını fikirləşir. Bugün İranda da vəziyyət eynidir. Bugün İran müharibədən çıxdıqdan sonra belə o sürünəcək. İranın iqtisadi vəziyyəti tamamilə məhv oldu. Və bəzi insanlar da deyirlər ki, biz imperializmə qarşı vuruşuruq. Hansı imperializmə qarşı vuruşursunuz? Zaten o imperializmdən çıxıb Çinin qucağında oturursunuz və o sizin ucuz neftinizi əlinizdən alır. Halbuki digər dövlət sizə onu baha alacaqdır və siz o milyardlarla ola bilsin ki, ölkədə nəsə eləyəcəksiniz. Yəni məsələ bu qədərdir. Məsələnin strateji cəhətdən, ağıl cəhətdən düşündükdə gətirib bu qənaəti ortaya çıxardır. Mən danışdıqda ki, İran məğlub olur, bax bunları deyirəm. Milyardlar, trilyon dollarlarla ziyan dəyib İrana və bunun altından çıxmaq üçün İrana bəlkə bundan sonra 50 il, 60 il lazımdır. Əgər bu vəziyyətlə dünyaya açılmazsa, ölkəyə sərmayə gəlməzsə, heç bu 100 ilə də mümkün olmayacaq. Bugün İranın itkiləri. Təşəkkür edirəm.